Müğənni Fuad Musayev sosial şəbəkə hesabında Bakıdan Tbilisiyə qatar biletlərinin qiyməti ilə Avropaya aviabiletlərin qiymətini müqayisə edib. Müğənni eyni pula yaxın məbləğə Bakıdan Avropaya uçmaq mümkün olduğunu bildirib. 80 manat verib 9 saat qatarla Tbilisiyə getməkdənsə o pulun üstünə 10-15 manat əlavə eləyin, təyyarə ilə Avropaya uçun. Macarıstanın Wizz Air var olsun. Bizimkilərdən çox bizi düşünür. Qeyd eləyək ki, mayın 26-sından Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, Komfort Plus tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 manatdan başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kiloqrama qədər əl yükü daxildə açıqlanan qiymətlər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Şirniyyatı sevmirəm, yeməyi isə iştahla yeyirəm, özüm də qurmanam, yaxşı da hazırlayıram. Bu sözlər əməkdar artist Almaz Ələsgərova qonaqcanlı proqramında deyib. Müğənni arıqlamaq və ya formada qalmaq üçün əməliyyat etdirmədiyini və bu barədə düşünmədiyini açıqlayıb. Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim, mənlik deyil, heç nə etdirmək istəmirəm. Ömrümdə bir dəfə burun əməliyyat etdirdim, onda da peşman oldum, yeməyə qarşı iradəsi. Xalq artisti Nəzakət Teymurova sənət yolunda etdiyi fədakarlıqlardan danışıb. Gün ortası verilişində qonaq olan sənətçi bu yolda çətinliklər yaşasa da peşman olmadığını deyib. Sənət üçün fədakarlıqlarım çox olub, buna görə peşman deyiləm. Allah hər kəsə bir qismət talih yazıb. Məni də Allah bu sənət yolunda görüb. Bizim sənətimiz çox gözəldir. Elə ifaçılarımız var ki, sənətimizi yüngülləşdirir, amma dünyanı gəzirsən, hər kəs sənə hörmət edir. Bizim sənət vəzifə deyil, vəzifədən çıxanda adama heç salam da vermirlər. Ustadlarımızdan da görmüşük ki, bizim sənətə həmişə hörmət olub. Ona görə də şükür Allaha ki, bu sənətdəyəm.